Proqramlar. Deməli, Word proqramımız proqram təminatının tətbiq proqramlar hissəsinə aiddir. Microsoft şirkətinə məxsus olan mətn redaktorudur. Word proqramının bir neçə menyusu ən çox üstünlük təşkil edir suallarda. Bir də hər menyunun özünün lent tabları. Baxın, gəlin biz əvvəlcə proqramın pəncərəsindən tanış olaq. Word proqram pəncərəsi gördüyünüz bu formada olur. Pəncərənin ən yuxarı hissəsi, baxın bu hissəsi başlıq zolağı adlanır. Baxın, buradan bu hissə başdan axıra qədər. İndi zoom'un alətləri düşüb bura, yəni ona fikir verməyin. Gözlüyün bir dənə bunu kənara qoyaq. Deməli, baxın, bu hissə başdan sona qədər proqram pəncərəsinin başlıq zolağı adlanır. Başlıq zolağının sol tərəfində burada gördüyünüz alətlər sürətli müraciət paneli, cəld giriş paneli adlanır. Çünki burada bizə hansısa lent tablar daxilində olan komandalar verilib. Standart olaraq bunlar verilir və biz buradan istifadə edərək komandaları icra edə bilirik daha qısa vaxtda. Buradakı bu işarəni vurub, bura istədiyiniz komandaları əlavə edə bilərsiniz. Baxın, görürsünüz, məsələn, mən cədvəl çəkməyi əlavə etdim. Üzərində sağ düyməni vurub bu aləti buradan silə də bilərsiniz. Word proqramında pəncərənin başlıq zolağında proqrama verilən ilkin ad, baxın, dokument 1, Word tərəfindən proqrama deyirəm, üzrü sayın, sənədə verilən ilkin ad dokument 1-dir. Yəni, Word proqramı tərəfindən sənədə verilən ilkin ad dokument 1 olur. Əgər dokument 1 adında yadda saxlamışamsa, növbəti ad dokument 2 bu şəkildə gedir. Və sənədin hansı proqramda yaradıldığı göstərilir. Microsoft Word. Proqram pəncərəsinin sağ tərəfində proqramın pəncərəni idarə etmə düymələri yerləşir. Baxın, buna pəncərədən çıxış düyməsi deyirik. Bunu vuranda Word proqramı ümumiyyətlə bağlanır. Bu pəncərəni əvvəlki vəziyyətinə bərpa edir. Baxın, bunu mən sizə keçmişdim, yadınıza gəlir Windows Explorer-də. Dedik ki, bunu vuranda bir dənə düzbucaqlıdırsa tam ekran böyüdür, bir dənə düzbucaqlıdırsa pəncərəni əvvəlki kiçik vəziyyətinə bərpa edir. Bu da belə. Sonra müəllimlər, burada məndə Word-ün bu hissəsində bir düz xətt olmalıdır. Mən ekranı böyütdüyümə görə, miqyası artırdığıma görə bu qırmızı xətt bunun üstə düşüb, siz ona fikir verməyin. Amma bunu mən sizə Windows Explorer-dən də göstərə bilərəm bu pəncərədən. Baxın, söhbət bu düymədən gedir, Minimize düyməsi. Bu düymə proqram pəncərəsini bağlamadan pəncərənin tapşırıqlar zolağına yığır. Baxın, bunu vuranda, indi mən vuracam, yığılacaq. Pəncərə, baxın, düşdü Word proqramı tapşırıqlar zolağına. Amma bağlanmadı da, açıq vəziyyətdədir. Üzərində vurub, yenidən həmin proqramı açmaq mümkündür. Bu bizim pəncərəmizin başlıq zolağı. İndi keçək pəncərənin digər başlıq zolağının alt hissəsinə. Buna müəllimlər, menyu, bax, bu menyudur. Buna da lent tabları zolağı deyirik. Bura həm menyu zolağı kimi gedir, həm lent tabları zolağı adlanır. Lent tabları zolağının üzərində baxın, fayl menyusu, home lent tabı, insert lent tabı, page layout lent tabı, references lent tabı və digər lent tabları yerləşir. Buna lent deməyimizdə məqsəd, yəni niyə biz buna lent deyirik? Baxın, faylı vuranda fayl menyusuna aid olan şeylər menyu formasında aşağıya doğru açılır. Ümumiyyətlə, Word proqramının bircə dənə menyusu var. Home'un üzərində vuranda, baxın, belə bir lent açılır. Baxın, lent formasında. Elə bir lentin üzərinə də alətləri yerləşdirmişik. Bu bizim pəncərədə işləyən zaman, sənəd üzərində işləyən zaman həm sənədi, həm də alətləri görməyimiz üçün çox yaxşı bir üsuldur. Yəni, məsələn, Home'un üzərində vuranda əgər belə fayl kimi açılsaydı, bizim yazdığımız sənədin üstünə açılardı və biz nə iş gördüyümüzü görə bilməzdik. Ki, əvvəlki versiyalarda, bu 2007-dən əvvəlki versiyalarda Word proqramı hamısı menyu formasındaydı. Müəllimlər, menyu lentinin, yəni lent tabları zolağının sağında baxın, bir dənə belə bir düyməmiz var. Bu düymə kömək düyməsidir. Windows Explorer, Windows'da ümumiyyətlə əməliyyat sistemində bunu keçmişik. Windows Explorer pəncərəsində də var idi. Bunun üzərində vuranda
İndi mən Word proqramındayam axı. Ona görə Word proqramı bağlı kömək açır. Baxın. Məsələn, Word-ün üzərində vurdum. Daha doğrusu kömək pəncərəsinin üzərində vurdum. Belə bir pəncərə açdı. Word-ün kömək pəncərəsini. Tutaq ki, mən burada cədvəllərlə bağlı nəsə etmək istəyirəm. Cədvəllərin üzərində vurdum. Burada belə bir məqaləmiz var. Açıb Word-dəki cədvəllər haqqında, məsələn, cədvəl çəkmək üçün nələr edə bilərik? Baxın, burada bizə hamısı yazılır. Yəni, bu Word-ün kömək pəncərəsidir. Word-ün kömək pəncərəsi, baxın, bu işarələnir və klaviatura qısa yolu F1 olur. Yəni bu qısa yolları kitabda var. Mən sizə şəklini çəkib ataram. Prestijin kitabında da var idi. Ataram, oradan da götürə bilərsiniz. Baxın, burada belə bir işarəmiz var. Ctrl F1 və yaxud da lenti gizlət əmridir. Elə adlanır. Baxın, məsələn, mən bunu uzaqlaşdırıram, amma həmin düymənin üstündəyim. İndi baxın, Home'un lent tabına baxın, gördünüz, lent gizləndi. Belə olanda ancaq Home'un üzərində vuranda lent gəlir, kənarda vuran kimi lent gizlənir. Yox, siz istəyirsinizsə həmişə lent orada olsun, onda bu işarəni təzədən vurursunuz. Baxın, bunu təzədən vurursunuz. Baxın, gördünüz, lentimiz qayıtdı, gəldi. Sonra müəllimlər, bunun da qısa yolu, yəni lenti gizlədib açmanın qısa yolu Ctrl F1-dir. Ctrl və F1 klavişlərini birgə klikləyirsiniz. Sonra pəncərəni idarə etmə, daha doğrusu pəncərənin xəttkeşləri. Bax, bu gördüyünüz iş masasında mənə nəsə olub, üzr istəyirəm, çox yorğunam, bəzən terminlər səhv deyirəm. Deməli, baxın, bu gördüyünüz Word proqramının iş sahəsidir. İş sahəsində yanıb sönən bu düz xəttə deyirik kursor. Kursor yanıb sönən düz xəttdir. Bu iş sahəsinin yuxarısında, baxın, bu hissə, yuxarısında və solunda proqram pəncərəsinin xəttkeşləri yerləşir. Xəttkeşlərdə bu hissə, bu boz rəng, bu ağ rəng bizə nəyi göstərir? Biz nəsə yazmağa başlayanda, baxın, görürsünüz, bu ağla bozun sərhəddindən başlayırıq. Buradan üzərinə gəlib, belə bir ox alanda, mausun sol düyməsini klikləyib, yuxarıya doğru təksək, həmin o vərəqin elə bir ki, yuxarıdan olan boşluğunu azaltmış oluruq. Bu da bizim vərəqə qənaət mi deyək? Bəzən sənədlərdə standart qoyular ki, yuxarıdan olan məsafə bu qədər olmalıdır. Bax, belə hallarda istifadə edirik. Soldan və sağdan olan məsafəni də bu gördüyünüz bu xəttkeşlə edirik. Baxın, gəlirik bura. Yenə iki tərəfli ox alanda, burada iki tərəfli oxu tutturmaq bir balaca digərlə çətin olur. Sonra baxın, belə çəkirəm, görürsünüz, bu yenə bura gəlir. Məsələn, burada bu hissə əslində ayrılır. Baxın, bu ancaq birinci bu olduğumuz sözü gətirir. Bu yuxarıdakını aparsaz, bu belə deyək də, bura aparır, hamısını aparır əslində. Növbət dəfə düşür, məsələn, buradan da yazmaq mümkün olur. Sonra bu xırdalıqlar o qədər sizə düşmür, ona görə mən bunu sizə çox xırdalığına getməyəcəm. Baxın, proqram pəncərəsinin bu aşağı hissəsinə deyirik vəziyyət sətri. Ümumiyyətlə, bütün hər şeyin vəziyyət sətri proqram pəncərəsinin aşağısında yerləşir. Burada vəziyyət sətrində baxın, mən buraya yazıram salam, dünya. Yazdım, 2 dənə söz yazmış oldum. Baxın, müəllimlər, görürsünüz, buraya yazılıb 2 dənə söz. Yəni, deyir words, yəni söz sayı 2-yə bərabərdir, bir bölmədən ibarətdir. Və bu lazım orfoqrafik qrammatik səhvlərin olub-olmadığını göstərir. Bu bizə göstərir ki, baxın, orfoqrafik səhv var. Çünki yazı yazanda əgər mətnin altında qırmızı dalğalı xətt varsa, bu bunun orfoqrafik səhvinin olduğunu göstərir. Əslində, bu Azərbaycan dilini hal-hazırda ingilis dilində olduğuna görə Azərbaycan dilini dəstəkləmir. Buna görə də bizim sənədimizdə orfoqrafik, yəni yazılış xətası görür. Gördüyünə görə burada deyir ki, orfoqrafik səhv var. Mən buradakı bu orfoqrafik səhv aradan qaldırsam, əgər Review'dan Language Set Proofing edəndə buradan Azər latını seçib OK vururuq.
Baxın, buradakı qırmızı xətlər getdi. Əslində indi sizin mövzunuzda çox aidiyyəti yoxdur. Amma baxın, görürsünüz, burada artıq üstündəki qırmızı işarə getdi ki, orfoqrafik səhv yoxdur. Bu klaviaturanın dilinin hansı dil olduğunu göstərir. Deyir ki, Azər dilindədir, Azər Latın dilindədir. Bunu mən əlavə etmişəm, ona görə bunlar sizə düşmür. Sonra gəlirik sağ tərəfə. Vəziyyət sətrinin sağ tərəfində pəncərənin görünüş rejimləri yerləşir və miqyaslama düymələri yerləşir. Pəncərəni böyüdüb kiçiltmək üçün miqyas düymələrindən istifadə olunur. Baxın, iş sahəsini böyüdüb kiçiltmək daha doğrusu. Baxın, gəldik, gördünüz, iş sahəsini böyütdüm, iş sahəsini kiçiltdim. Word-də ümumiyyətlə müəllimlər minimum miqyas 10%-ə bərabər olur, maksimum miqyas da 100%-ə bərabər olur. Bu da suallara çox düşür. Normalı 100-də elə, 100 eləyin, yəni ən yaxşısı. Amma bəzi hallarda lazım olur. Böyük miqyas, kiçik miqyas. Sonra müəllimlər. Bu belə, bu pəncərənin görünüşü ilə bağlı. Bir də pəncərənin sağ tərəfində bəzən də sənədimiz albomlar falan olanda, baxın, görürsünüz, burada bax, götürüb hərəkət etdirilib. Fırlatma zolağı və yaxud da hərəkət çubuğu adlanır. Hərəkət çubuğundan pəncərədəki mətni, belə deyək də, aşağı-yuxarı sürüşdürürük. Desək ki, hərəkət çubuqları harda yerləşir? Sağda və aşağıda. Xəttkeşlər harda yerləşir? Yuxarı hissəsində və solda. Ekranda yanıb sönən düz xətt kursor adlanır. Xəttkeşləri istəyirsinizsə, view lent tabından rulerin üzərində vurub, ruler xəttkeşdir, ruler üzərində vurub xəttkeşləri götürə bilərsiniz və yaxud da geri qaytara bilərsiniz. Bu belə. Bu bizim pəncərə quruluşumuz. İndi keçək sizlə fayl menüsuna. Müəllimlər, fayl menüsü dedik ki, Word-ün yeganə menüsü var. O da fayl menüsüdür. Fayl menüsünün komandaları bunlardır. Save komandası sənədi yadda saxlamaq üçün istifadə olunur. Klaviatura qısa yolu Ctrl+S-dir. Yəni, bu save-in baş hərfi. Save komandasını vuranda belə bir save as pəncərəsi açılır. Bizdən sənədə ad istəyir. Ay, üzrü sayın. Sənədə ad istəyir. Əgər sənəd daxilində nəsə yazıbsınızsa, o zaman həmin sənədin adını verir. Yox, ya həmin mətni verir sənədə, amma yazmayıbsınızsa, o zaman sizə dokument 1 verir, doc 1 verir, deyir ki, istəyirsinizsə dəyişə bilərsiniz. Buradan da baxın, save as tipdən də sənədin dəyişmək mümkündür. Məsələn, Word sənədini PDF-ə çevirmək istəyirsinizsə, buradan PDF seçirsiniz, OK vurursunuz, sonra bu sənədimiz olur PDF formatında. Yəni, üzərində dəyişiklik etmək mümkün olunur. Yəni, və yaxud da başqa formatlara, veb səhifə formatına və s. çevirə bilərsiniz. Deməli, fayl menüsünün birinci komandası oldu, save, dedik, qısa yolu Ctrl+S-dir. Əgər biz sənədi bir dəfə yadda saxlamışıqsa, indi istəyiriksə ki, başqa bir adla, başqa bir yerdəmi, başqa bir adla mı yadda saxlayaq? O zaman save as komandasını istifadə edirsiniz. Baxın, bunlar ikonlarına da fikir verin. Olar ki, ikonları da düşər. Bunun üzərində qələm yoxdur. Amma bunun üzərində görürsünüz, qələm var. Deməli, baxın, save as-in klaviatura qısa yolu F12-dir. Başqa bir adla, yəni mən salam dünya yazdığım ifadə qalsın. Baxın, hal-hazırda mən sənədə belə yazmışam da, salam dünya yazmışam. Deyirəm, bu qalsın. Bu belə bir sənəd olsun. Adı da, məsələn, burada ad yazmışdı da, salam dünya adı. Salam dünya adında yadda qalsın. Amma mən bir dənə də bura sağ ol dünya yazdım. Tutaq ki, əlavə mətn yazdım. Deyirəm ki, bu da belə də qalsın da. Yəni, həm bu ad, bu içində bu olan sənəd qalsın, başqa bir ad yazım. Eyni zamanda salam dünya yazdığım sənəddə olduğu kimi qalsın, dəyişməsin. Əgər biz bura yeniliklər artırıb, sonra save-i vursaq, o zaman əvvəl yazdığımız sənəd gedəcək içərisindəki. Yerinə yeni dəyişikliklərimiz gələcək. Save as əmrini vursaq, save as-də amma əvvəl yazdığım qalacaq, məndən yeni bir ad istəyəcək ki, buna nə ad verək? Bu da tutaq ki, bu adda qalsın, bunu da bu adda save edə bilərik.
Yəni sizə desək ki, sənədi başqa bir adla, başqa bir yerdə yadda saxlamaq istəyirsinizsə, hansı komandadan istifadə etməliyik? Deyirsiniz ki, save as komandasından istifadə edirik. Sənədi ilk dəfə yadda saxlayırıqsa, o zaman save-dən istifadə edirik. Save-in klaviatura qısa yolu Ctrl+S, save as-in klaviatura qısa yolu F12-dir. Open əmri açmaq deməkdir. Tutaq ki, bundan əvvəl kompüterimizin yaddaşında hansısa bir Word sənədi düzəltmişdik. Həmin Word sənədini açmaq istəyirik. Üzərində vurub, məsələn, tutaq ki, bunun üzərində vururam, şifrə qoymuşam deyə burada şifrə istədik. Sonra baxın, həmin Word sənədi açmış oluruq. Düyməsinin, Open əmrinin klaviatura qısa yolu elə baş hərfidir. Ctrl+O, close əmri, müəllimlər, close. Baxın, biri var pəncərənin bu hissəsində, baxın, bu ilk qız, pəncərədən çıxış. Biri də var ki,